Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq bu iki Ramazan bayramı namazında iştirak etməyib. 32 gün az teleqrafa istinadla xəbər verir ki, buna səbəb Allahşükür Paşazadənin səhhətində problemlərin yaranmasıdır. O, onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib. 32 gün az xəbər verir ki, məsələ ilə bağlı unikal açıqlama verən Allahşükür Paşazadə bildirib ki, onun səhhətində heç bir problem yoxdur, hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm. Artıq 76 yaşım var, yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb, deyə o qeyd edir. Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib. Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm.